Verilişin baş sponsoru Vita Prost. Kişi sağlamlığı vacib olduqda. İdman həkimi, fizioterapevt Fərid Selimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. CBC Sport'a baxırsınız dostlar. Ay Həkim davam edir. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün biz təcili yardım xidmətindən danışırıq. Qonağımız Respublika Təxirə Salınmaz Təcili Tibbi Yardım Mərkəzinin Binəqədi rayonu bir sayılı bölmənin həkimi Doktor Xəlil İsmayılovdur. Xəlil doktor, biz biraz əvvəl danışdıq ki, bəzən olur ki, atipik olur gedişat. Bax, istəyərdim bu məsələyə də toxunaq. Və sonra da təcili tibbi yardım briqadası gələndən sonra nələr baş verir? O xəstələrə necə kömək edirsiniz və necə hospitalizasiya edirsiniz? Bəli, biz danışdıq tipik anginoz ağrılardan, əsasında infarktda çox güclü ağrılar olur. Sıxıcı, göynədici, yandırıcı, çəniyə vuran, qola vuran, radiasiyası olan ağrılar olur. Ağrılar periodik artıb azalma ilə gedir, amma tam keçmir. Hər dalğa vari keçir, hər ondan sonra gələn dalğa çox güclü olur. Və bu ağrılardan şoka düşmə halları çox olur. Yəni infarktların ağırlaşmaları, ilkin ağırlaşmaları əsas 2-3 saat ərzində, qastal önü dövrdə, onların hamısına biz rast gəlirik. Bunlar tipik ağrılardır. O xəstədə o ağrı olanda ölüm həyəcanı gəlir, tər, rəng avazıması, psixoyanması, sinir sistemindən qorxu hissi, həyəcan hissi gəlir. Bundan başqa atipik formalar da rast gəlinir. Atipik formalar abdominal forma rast gəlir, elə formada rast gəlir ki, elə bilsən mədə xəstəliyidir, mədənin ağrısıdır, zərrənmədir. Ən əsas da bir-iki xəstə desin ki, məclisdən gəlirəm, biraz içmişəm. Yəni elə hallar da bizə çox rast gəlir. Xəstəni müayinə eləyəndə deyib, heç nə lazım deyil, bu içibdir biraz, yeməyini qarışdırıb, bəli, yoxlayanda məlum olub infarktdır. Abdominal forması rast gəlir. Asmatik forma var, elə bil asma formasında gedir. Boğulma kimi. Bəli, boğulma kimi gedir. Serebral formaları var, beyin əlamətləri ilə, elə bil insult əlaməti ilə gedir atipik formalar. Yaşlılarda, şəkərli diabetlərdə ağrısız formada gedir. Elə bilərlər ki, xəstə komaya düşür, şəkərə bağlı. Yox, koma başqa da ağrılar. Ağrılar o birisi xəstələrə nisbətən, cavanlara nisbətən ağrısız formada. Ağrısız forma deyirlər. Ya da olanda da yüngül formada gedir. Ağrılar elə əziyyət verici formada olmur. Yaşlı adamlarda, diabetiklərdədir. Ədəbiyyatda rast gəlinir, bir diş ağrıyanda infarktda rast gəlirsən, barmaq ağrıyanda infarktda atipik formalı olur. Bunların ən çox tipik formalarla biz rastlaşırıq. O tipik formalarda yardım edirik. Xəlil doktor, bəs deyək ki, çağırdılar sizi ki, ürəyində ağrı var, tipik formadır və ya atipikdir, hər nədir, gəldiniz. Orada bugün müasir təxirə salınmaz təcili bir yardım xidmətinin əlində hansı imkanlar var? O xəstələrə hansı mərhələyə kimi kömək edə bilirsiniz? Yəni, biz xəstəyə yanaşanda obyektiv, subyektiv müayinə metodlarından istifadə edirik. Xəstəlikdə ən əsas anamnezdir. Xəstədən soruşulur, ağrı nə vaxt baş verir, əvvəllər olubdur, nə ilə əlaqəlidir, nə qəbul edibsiniz, davamiyyət müddəti nə qədərdir, yanaşı xəstəliklər var ya yox. Müayinə metodlarına gəldikdə, indi sanitar avtomobillər hər şeylə təchiz olunubdur. Bütün tibb müəssisələrinə aid nə varsa, sanitar avtomobillərdə təchizat olunubdur. Monitor nəzarətindən tutmuş, defibrillatordan tutmuş. Yəni, xəstənin ürəyi dayansa, kömək edə bilirsiniz. Bəli, elə çox hadisələr də olub, onların hamısında eləmişik, müsbət nəticələr almışıq. Maşında bütün avadanlıqlarla təchiz olunub. Yetər ki, vaxtında müraciət eləsinlər, biz vaxtında yardım eləyək, müayinələri aparaq, lentanı xəstənin vəziyyətini stabilləşdirəndən sonra EKG müayinəsində, monitor nəzarətində, nəzarət ilə ürək nə dərəcədə zədələnir, neyinir, yaxın stansiyalara, tibb müəssisələrinə, hal-hazırda özəl müəssisələrin xeyli hissəsi, 80% demək olar ki, sığorta İcbari tibbi sığorta ilə çalışır, bəli. Zərfinə daxil olunubdur və sağ olsunlar yüksək səviyyədə yardımlar göstərilir. Vaxtında aparanda angioplastika olunur, qarşısı alınır, infarktların qarşısı alınır, xəstə 1-2 gün qalır,
çıxır, əmək fəaliyyətinə məşğul olur. Əvvəllər çətin idi biraz. Xəlil doktor, bəs necə qərar verirsiniz hansı xəstəxanaya gedəcək? Burada xəstənin arzusudur, yoxsa siz Yox, harda xəstənin boş yeri var, arzusu da ora olur. Yəni aparırsınız? Zat Azərbaycanda qəbuldan icbari tibbi sığorta haqqında qanuna qəbul olunan xəstənin şəxsiyyət vəsiqəsi Azərbaycan vətəndaşı olmalı, yetərlidir ki, o zərf paketinə daxil olsun. Ondan başqa bizim də idarədə hospital şöbə deyilən bir şöbə var. Onlarla əlaqə saxlanılır, onlar bilinir. Məsələn, hansı xəstəxanada Kəpəzdədir, Əgidədir, adları çəkmirik. Yəni, hansı özəl tibb müəssisələrində invaziv kardioloq var, növbədədir, yönləndirirlər. O elə bir vaxtda aparmır. Biz aparırıq, o mən o qızıl saat dediyimiz ilk 6 saat ərzində. İndi biz tez aparırıq, 6 saat ümumiyyətlə angioplastika müddəti də aid olur ora. Varıb yerləşdiririk, tam tibbi yardım, monitor nəzarətində, xəstə yanında tibbi yardım göstərə aparıq, müəyyən ağırlaşmaların qarşısını alırıq. İlk ağırlaşmalar da infarktlarda rast gəlinən ilk saatlarda olan ritm pozunluqlarıdır, sol mədəcilik çatmamazlığı, ağciyər ödemidir ki, birbaşa ölmə səbəb olan faktorlardır. Onların qarşısını vaxtında müraciət olanda almaq mümkündür. Bir sual da verəcəm sizə. Misal üçün olur ki, bəzən biz axı xoşlayırıq hamıya məsləhət verməyi də. Yəni bir millət olaraq beləyik artıq. Bunu dəyişmək olmur. Bəzən olur ki, o ağrıya bağlı olaraq xəstənin yanında kimsə deyir ki, al bu ağrı kəsicini iç və yaxud al bunu dərmanı qoy dilinin altına rahatlayacaq və bu biraz da simptomları belə silir də, necə deyirlər, azaldır və həkimi yanılda bilər. Bax, bu situasiyalarda nəyi tövsiyə etməzdiniz? Bəli, çox rast gəlirik. Məsələn, gedirik xəstəyə, baxırıq, xəstədə yönədici ağrı olur. Məsələn, ailəsidir, yoldaşıdır, evdədir. Validol verir, valerian verir. Nitrogliserin verir. Nitrogliserini çox vermir, amma tövsiyəmiz odur ki, yönədici ağrılar olanda hər evdə saxlansın. Nitrogliserin dil altına, aspirin çeynəmək. Yəni, xeyri olmayan dərmanlardan çox istifadə edirlər, öz dərmanı verir. Soruşanda nə veribsən? Karvalol, validol. Məsələn, onlar da ürək işemik xəstələri üçün heç bir yardım forması demir. Amma tövsiyəmiz o olardı ki, işemik xəstə olan dərmanlara hamısına ambulator müraciətlər təyin olunur. Ambulator şəhətdə müalicə təyin olunur. Onları vaxtında qəbul eləsinlər. Arterial təzyiqdə korreksiya olunsun, ürək dönmələri korreksiya eləmək olur, şəkərdir. Piyada gəzməyə üstünlük versinlər, kollateral qan dövrəni yaxşı inkişaf eləsin. Ən əsas da ağrı olanda müraciət eləsin. Müəyyən yaş qrupu yuxarıda qeyd elədiyimiz bir 6 ayda bir müayinədən keçsin, kardioloji müayinədir. Orada analizlərdə xolesterin miqdarıdır, əsas aterogen olan düyünlərin əmələ gəlməsi aşağı sıxlı lipoproteinlərdir. Pis xolesterin deyirik elə arasında. Aşağı sıxlı lipoproteinlərdir. Onları nəzarətdə saxlasın. Yəni mümkündür, vaxtında müraciət eləsə mümkündür eləmək. Və bir məsələ də olur ki, misal üçün, yəni əslində bu müraciətiniz yerinə düşdü. Çünki bugün hər şey icbari tibbi sığorta ödəyir. Artıq buna imkanı yoxdur, check-up bəhanəsi də yoxdur, elə deyilmi? Yəni yetər ki, müraciət etsinlər. Bəli, əvvəllər indi biraz çəkinirdilər, bu gizlədilən şey deyil, çəkinirdilər. İndi başa salırıq, hər gedəndə getməyənləri də başa salırıq, zorla razı salırıq. Hətta bir neçəsi ondan sonra minnətdarlıq bildirib ki, deyirik ki, bu dövlət ödəyir, yüksək formada ödəyir. Yaxşı savadlı invaziv kardioloqlarımız var, hər cürə şərait. Gedir, ən əsas odur ki, yetişdirməsinlər. Bu yaxınlarda bir tanış da var idi. Demədi, mən təsadüfi düşdüm üstünə. Deyirəm, nədir? 3 saat gəzir. Ağrı, göynük, biraz azaldı. Arxayan olar. Siz ürəyin stenokardik tutmalarda ağrı götürüləndən sonra xəstə tam gümrah olur. Elə bir işinə yoxdur. Sonra biz gedəndə ağırlaşma dedik, dalğavari olur. Orada da ağrı götürməliyik ki, ağırlaşmalar əsas şok, kardiogen şok. Onun da müxtəlif növləri var. Ağrı şokundan reaktiv şok, reflektor şoku qarşısını ala bilirik. Məsələn, oradan miokardın 40% və artıq zədiləndə həcc kardiogen şəkə keçirdəndə onların qarşısını almaq ən müasir klinikalarda mümkün olmur. Aydındır. Bəs təkrarı infarktlar necə? Ola bilərmi ki, nə vaxtsa stend qoyulub, indi təkrar infarkt keçirsin və yaxud bir dəfə keçirib xəbəri olmayıb və ya deyir ki, hə, mikroinfarkt olub nə vaxtsa məndə? Bəli, yəni elə çox olur. Yəni proqnoz orada daha mı ağırlaşır? Belə deyək də, infarktın bir ağırlığına görə var, dərəcəsinə görə. Miokard zədələnən, miokardda 3 qat olur. Ürəkdə 3 qat, endokard, epikard, miokard. 3 qatı zədələyən infarkt, transmural infarkt deyirik bunlara, dərinliyinə görə, ağırlığına görə. Bir də var ərazisinə görə, genişliyinə görə. El arasında apşirni deyirlər. Bir neçə divara əhatə edən infarktlar. Elə çox olubdur.
Gedib çəkirsən, baxırsan çapıq göstərir. Məsələn, ən çox bu olur arxa divar infarktlarında. Olur xəstə hiss eləyir, hiss eləmir də, yaxşı keçirənlər də olur. Təkrar infarkt başqadır, retsidiv başqadır. Retsidivləşən infarkt odur ki, infarkt dövründə çapıq əmələ gəlməmiş təkrarlanır, hətta 28-30 gün ərzində. Bu retsidivləşir. İnfarkt retsidivləşir. Bir də var ki, təkrar müəyyən keçiribdir, müalicə alıb, sağalıbdır. Təzədən bir təkrar tutur ya qonşu divarda, ürəyin o divarlarında bildiyiniz ki, neçə divar var, arxa divar, mədəslər arasına kəsmə, zirvə, yan divar. Bunlarda təkrar infarktlar rast gəlinir. Bəs stent qoyulandan sonra bəzən olur ki, stent qoyulur. İndi bu biz həkim olaraq başa düşürük ki, bu stentin uğuru sonraki xəstənin həyat tərzinin nə qədər dəyişəcəyindən asılıdır ki, nə qədər o stent ona xidmət eləyəcək. Çox adam stent qoyuldu deyə arxayınlaşır ki, vəssalam, stent qoydurmuşam, indi idman etməsəm də olar, yeyim, içim, gəzim. Təəssüf ki, bəli, əksər xəstələrimiz ona əməl eləmir. Öz tanışlarda, hətta qohumlarda baxırsan, yəni angioplastik olanda istər akaşi əməliyyatı olsun, müəyyən dərmanlar var, orada ömürlük yazılır. Simvasin qrupasıdır, xolesterin miqdarını azaltmasıdır, qarşısının alınmasıdır, ürək dövmənin azalmasıdır, qanı duruldan dərmanlardır, təzyiqi korreksiya edən dərmanlardır. Bir müddət atanda da hətta çox qısa bir müddətdə atırlar, bir ay heç olmur, atırlar. Kəsdim, bunu atmadım. Başa sarırsan ki, bunlar daimidir, bunlar ömürlükdür, sizə yazılan ömürlükdür. Bəziləri sual verir ki, yaxşı, siz deyən kimi angioplastik olundu nə? O təkrar aterosklerozun qarşısını almaq üçün, damar mühafizəsinin daralmasının qarşısını almaq üçün onlar yazılır. Olundu, o demək deyil, təzyiqim var, atmayayım, ürək dövməm artıq da atmayayım, ürək yüklə işləməlidir. Ürək nə qədər sakit işləsə, bir o qədər ürək yaxşı dincəlir və qanı təzədən qovur. Çünki ürək sistola vaxtı qanı qovur, o diastola boşalma vaxtı özünə qan götürür. Təsəvvür edin, bir var bir dəqiqədə 100 vura, hərəsində bir 40-50 millilitr qan qova, 100-dən artıq olanda. Bir də var 60-70 arası döyə, ürək yaxşı dincələ, 70 millilitr qanı sərbəst vura damarlara. Bir də təzyiq dərmanını da xüsusilə vurğulamaq istəyirəm burada ki, ancaq gözləyirlər, təzyiqim yoxdur axı, niyə için boşu-boşuna kimi fikirlər var ki. Xəstələrimiz də çoxdur. Yəni təzyiq dərmanları yazılır xəstələrə fərdi olaraq. 5 qrup təzyiq dərmanı var, orada da nəzərə alınır, fərdi nəzərə alınır, antivirant ürək çatılmazlığı nəzərə alınır. Yəni həyat yoldaşının təzyiq dərmanı içmək lazım deyil. Bəli, fərdidir. Burada biri deyir, mənə bu kömək eləyir, bunu onu da nəzərə almaq lazımdır. 5 qrup dərman yaşa baxır, xəstəliyinə baxır. Hər kəsin təzyiqin səbəbi fərqlidir. Bəli, orada bir qrupanın, 2 qrupanın kombinasiyası, hətta 3 qrupanın indi tabletlər buraxılır ki, bir tabletdə 3 qrupanın dərmanı var. Onlar regulər atılmalıdır. Atmırlar, sindrom atmiyana deyirlər. 3 gün olmur, 4-cü gün qalxır, 3 gündə vəzinə çıxır. Yəni regulər atmalıdırlar. Bəli, o təzyiq sadəcə təzyiqi stabil saxlayır. Bəli, yəni arterial hipertenziya diaqnozu qoyulmuş xəstələr atır. Hər təzyiq qalxmasına təzyiq xəstəliyi deyilmir. Təzyiq arterial hipertenziya qalxması, təzyiqin qalxması çox hər şeydən qalxır. Çox mail qəbul elədin, qalxır, yorğunluq oldu, qalxır, yuxusuz oldu, qalxır, əsəb sistemində qalxır. Yəni bu təzyiq qalxması ilə bunlar arasında fərqlidir. Bir simptomatik qalxır, bir də ki, bu xəstəlikdir, hipertenziya xəstəliyi formalaşıb qalxır. Bəzən də olur ki, misal üçün kişinin, misal üçün deyirəm, 56 yaşı var, heç vaxt təzyiq, şikayətim olmayıb, çəkisi normal, hər şey yaxşıdır. Hər nəsə başım ağrıyır, bir təzyiqi bir ölçür ki, təzyiq 190-120-yə. Neynəsin o da? Təcili yardım çağırsın, yoxsa? O da maraqlı sualdır. Bəzi xəstələr deyir, indiyin özündə də gedirik, bir 70-80 yaş var, ölçürsən təzyiqi 130-140, deyirsən normal. Yox, deyir, mənim təzyiqim 110-dur. Onları biz başa salırıq ki, bir var cavanlıqdan təzyiqdən əziyyət çəkilir, bu hipertoniya xəstəliyi. Bir də var deyir, olmadı, gəldim 60-70 yaşında təzyiq xəstəliyinə atdım. Bunlara deyirlər aterosklerotik hipertoniya, damarların girəcməsindən yaranan hipertoniya. Yəni 110 deyib qalıb, o 110 ömür boyu qalmır ki, işlək təzyiq deyilən, bəli, işlək təzyiq deyilən, o qalxır. Yavaş-yavaş o bir dəfə qalxanda baş ağrısı, baş silimi artıq ona uyğunlaşır. Bəli, onlar da müəyyən dərəcədə nəzarət. Yəni dozalar müxtəlifdir, dərmanlar müxtəlifdir. Ürək dönməyə təsir eləyən var, eləməyən var, salam var, sidikozu tərkibində var. Yəni fərdi
təyin olunur. Və ya misal üçün 36 yaşında bir xanım evdə qaynanayla dalaşır, ailəm gəlir bir-birinə, deyir ki, ürəyim tutdu, ürəyim ağrır, bir dəqiqə öləcəm, boğuluram, nəfəsim çatmır və təcili yardımı çağırırlar ki, bu infarkt keçirilir. Orada onun infarkt olma ehtimalı nə qədərdir? Yox, orada onların ehtimal olma. İndi bu mən bayaq misal çəkdim, elə olub, hadisələr olub ki, 30 yaşında da olubdu infarkt. Amma ilk növbədə xəstənin şikayətidir, anamnezidir, habitusudur, vəziyyətidir, geri çıxanda, baxanda şikayətidir. Məsələn, onlar deyir, mən deyir, boğuluram, nəfəsim neçə saatdır, dünəndəndir, səhərdəndir, başlayıb, yəni ürək xəstəliyində bu davamlı olmur. Yəni onlarda qalxır, təzyiq onlarda da qalxır, yüksək qalxır, 160, 170, 180-ə qalxır. Bu vegetativ distoniyadır. Yəni sinir sisteminə əlaqədar bəli isterik. Adi bir sakitləşdiricidən oynaq təzyiq olur. Adi bir sakitləşdirici damcılardan təzyiq avtomatik düşür. Amma təzyiq xəstələrində kəskin düşmə yoxdur. Saat ərzində düşür, 2 saat ərzində düşür. Ondan onun fərqi var. Qalxmalar eynidir. Amma onlar qalxanda 170-180 təzyiqi həqiqi təzyiqli xəstələrdə başqa cür narahat edir. Bu nevrotik xəstələrdə isə vegetativ əlamətlərdir. Siz deyən əsmə, titrəmə, ürək dönmə, havam çatmır, boğuluram, gəl üşüdürəm, gəl istəyirəm, vegetativ əlamətlərin üstünlüyü ilə gedir. Bəs bir də deyirlər ki, təzyiq çox yüksəkdirsə, onu birdən-birə salmaq olmaz. Bəli, 20-30% salınmalıdır. Ancaq bizdə biz biraz ağırlı yerlərdən biri də odur. Çağırırlar, gedirsən 140-150 iynə vur. Biz başa salamırıq ki, papaverin dibazı olur. Bəli, bu iynə ilə salınması təzyiq deyil. Krizlərdə, bir krizlərdə qəfləti birdən-birə yüksək qalxmış krizlərdə iti orada normaya salınmır. 20-30% nisbət salındı. Qalanını tövsiyə edirik ki, gün ərzində artıq siz onu tənzimləyə bilərsiniz. Yəni kəsin zaman əsasən də yaşlı adamlarda salıb beyin əlamətləri, işemik əlamətləri artıra bilərik. Hətta bu göstərici də var ki, getdik yüksək təzyiqdir, insult, beyin qan dövran pozğunluğu veribdir. Orada da təzyiq 180-dən aşağı salınmır. Ölçürsən 180 xəstə iynə vur, başa salırıq ki, bunu salmaq olmaz. Biz salsa bu işemik prosesi daha da dərinləşdirmiş olaraq. Xəlil doktor, bəs təxirə salınmaz təcili tibbi yardımın həkimləri öz ürəklərini necə qoruyurlar, öz təzyiqlərini necə saxlayırlar? Çünki gecə növbəsində çalışmaq, yuxusuz qalmaq risk faktorlarının ən başlıcasında gəlir. Bəli, yəni təcili yardım sistemində işləmək həm ağırdır, həm şərəflidir. Yəni biz də ailə, bizim də yaxın qohumlarımız, inanırsınız, əsl xəstələrə bir yardım eləyəndə, bir vəziyyətdən çıxardığında biz də özümüzü yaxşı hiss edirik ki, kiməsə bir yardım olunur. Motivasiya olur. Amma təəssüf ki, təcili yardıma aid olmayan, vaxtı aparan çox çağırışlar, əsassız çağırışlar. Valla desəm nəyə görə çağırır, sizə də qəribə. İştaham yoxdur, təcil yardım çağırır. Ürəyim bulanır, təcil yardım çağırır. Yuxum gəlmir, təcil yardım çağırır. Yəni gedirik, o vaxt da olur. İndi sağ olsun bizim dispetçerlər çeşidləyirlər, çağırışları çeşidləyir. İlk növbəyə salırlar, küçə çağırışlarıdır, məclislərdir, ictimai yerdir. Qəzalardır. Bəli, avtoqəzalardır, uşaq çağırışlarıdır 1 yaşdan. Məsələn, yolda, toyda birinin halı xarab olur, bilir ki, o toya gəlib şənlənməyə, təcil yardım bilir ki, burada ciddidir. Yəni, dispetçerlərimiz çeşidləyir onları, göndərir. Hər halda yenə bura gedirik. Dünən idi, mən baxdım, bizim statistika çıxarılmışdı aprel ayında. 5000-ə qədər, 5000, 60.000 çağırışdan 5000-i... Bu ölkə üzrə? Bəli, respublikada əsassız çağırışdır. 4000-ə yaxını nəticəsiz çağırışdır. Bunların hamısı vaxt aparmaq deməkdir. Təbii ki. 5000 ünvana getmisiniz və nəticə... Gedirsən, qapını döyürsən, yaxşıyam, pis idim, indi yaxşıyam, ehtiyac yoxdur. Vaxt getdi, ona qədər bir ağır xəstə olur. Getməmək olmaz da, çağırış varsa getməlidir. Çağrı mərkəzindən çağırış ötürülür, onlara getməyə mümkün deyil. Elə xəstələrimiz var ki, gündə 3 dəfə çağırır, 4 dəfə arterial təzyiqi ölçdürmək üçün həkim təyinatını kimsə başqa bir müəssisədə təyinat verib bunu vurun. Yəni hər cürə çağırışlara, əsas çağırışlara rast gəlirik. Gündə 3 dəfə təcili yardım çağırmaq nədir? O da bizim də bədənimiz daşdır. Qohum da var sizə. Hər gün gündə 3 dəfə eyni ünvanla getməklə. Bəli. Biraz anlaqlı yanaşsalar, yaxşı olar. Başlayarıq ki... Çünki o anda kimisə doğrudan ehtiyacı ola bilər. Ambulator tibb müəssisəsi var, poliklinikası var, poliklinikaya müraciət edə bilərsən, stasionar müalicəsi var. İndi də yoxlamalar, bəli, hamısı sığorta hesabına yoxlanılır. Bəzisinə gedirsən, bilmir də, bir həftə bundan qabaq çağırıbdır, gedirsən yenə həmən şey ürək əməliyyatı. Deyir, axı, keçən dəfə biz sizə dedik ki, müraciət edin. Poliklinikaya müraciət edin, ürək bulanmadır, köpdür.
bu təcili yardımlıq nə var burada? Biz sizə nə yardım göstərir? Gedin müayinə olunun, səbəb müayinə olunsun, müalicə alsın. Sabah gedəcəm. Deyirəm, siz bunu bir həftə bundan qabaq demişdiniz, sabah gedəcəm. Yəni şikayətlər təkrarlanır. Hallar çox olur. Əsaslı çağırışda getməmək mümkün deyil. Çünki düşür komitərə ötürülür çağırış, yerinə yetirməliyik. Sizə psixoloji da dəstək lazımdır onda. Bəli. Son 2 dəqiqəmiz var, doktor. Mən təşəkkür edirəm sizə gəldiyiniz üçün, faydalı məlumatlar verdiniz. Mənə də çox maraqlı oldu. Nəzrin xanıma təşəkkür edirəm ki, hər dəfə bizə imkan yaradır, dəyərli qonaqları dəvət edirik və faydalı və lazımlı məsələlərə toxunuruq ki, əhali daha məlumatlı olsun. Sizə işinizdə uğurlar arzu edirəm. Başqa nəsə bir müraciətiniz varsa, bəlkə hansısa sualı eşitmək istəyirsiniz. Mənə sualı vermədimsə, buyurun, müraciətinizi edin. Geniş danışmaq istəyirdim. Vaxt qısa olduğuna görə biraz çox məlumatları verə bilmədik. Amma İnşallah gələn dəfə. Həmvətənlərimizə arzu edirik, xəstələnməsinlər, özlərini qorusunlar. Çünki onların sağlamlığı hər bir yaxınının sevincidir. Bir xəstəlik də olanda vaxtı-vaxtına müraciət eləsinlər, poliklinika şöbələrə müraciət eləsinlər, dövri müayinələrdən keçsinlər. Təcili yardım olanda biz xidmətlərində hazırıq. Təşəkkür edirəm sizə və bütün Respublika təxirə salınmaz təcili tibbi yardım xidmətinin əməkdaşlarına da buradan salamlayıram, işlərində uğurlar arzu edirəm. Çünki doğrudan da həm psixoloji, həm ümumiyyətlə çətin işdə işləyirsiniz. Maarifləndirmək bəli, və ən az çox sağ ol eşidən həkimlər məhz sizsiz. Uğurlar arzu edirəm və son olaraq təşəkkürüm verilişimizin sponsorlarınadır, dostlar. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Ştada şirkəti Vitapros preparatını təqdim edir. Xroniki prostatit və sidə ifrazı pozğunluqları 40 yaşdan sonra kişilərdə tez rast gəlinən problemdir və Vitapros prostat vəzinə məqsədli təsir göstərən bir preparatdır. O iltihabı azaldır, qan dövranını yaxşılaşdırır və xəstəliyin simptomlarını aradan qaldırır. Vitaprostun müntəzəm qəbulu prostatın fəaliyyətini bərpa etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir. İstifadə etmədən öncə həkiminizlə məsləhətləşin. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya təhsilli idman həkimi Dr. Fərid Səlimov üçündür. Dr. Fərid Səlimov fizioterapevtik yanaşmayla sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müalicəvi idman yanaşması ilə canınızı qurtara bilərsə 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Vitaprost. Kişi sağlamlığı vacib olduqda.